Bismillahirrahmanirrahim. Sərf elmi dərsimiz istifəl babı, əmr feili. Hər bir babda olduğu kimi biz bilirik ki, əmr feilinin 1-dən 6-ya qədər və 13-14-cü modelləri kəsrəli ləm ilə, 7-dən 12-yə qədər fərqli formada yazılır və bizim üçün ən önəmli olan 7-ci modeldən başlayır. Ona görə onu qeyd edəcəyik. Əmr feili müzarədən alırıq. Onun üçün də müzarə feilini əvvəl deyək ki, əmr feili istəfələ olur. Belə deyək, mazidə yestəf'ilu və əmr feilində istəf'il 7-ci model. Əmilə feilini götürsək isə əmilə nədir? İşlədi deməkdir. Müzarədə təstəmilu 7-ci model, diqqət edək, təstəmilu olacaq 7-ci model, yəni istifadə edirsən, işlədirsən. Əmr forması isə istəmil, yəni gördüyünüz kimi sonluğu sükunlaşdı 7-ci modeldə və olur istifadə et, yəni işlət. Bu səfər biraz fərqli eləyəcəyik, inşallah tərcüməni özümüz şəkildə qeyd eləyəcək, sizə də rahat olsun. İstifəl babının əmr feilini fəhiməni götürsək, fəhimə nə deməkdir? Anlamaq, yəni anladı. Lakin birinci model kəsrəli ləmlə qoy anlamağa çalışsın, qoy soruşsun kimi də deyə bilərik. Baxın, gördüyünüz kimi 1-dən 6-ya qədər ləm kəsrəli ləmlə 13, 14 daxil olmaqla. Liyestəfhim, liyestəfhimə, liyestəfhimu, litəstəfhim, litəstəfhimə, liyestəfhimnə. Sonra keçid alırıq 7-ci modelə. İstəfhim, istəfhimə, istəfhimu, istəfhimi, istəfhimə, istəfhimnə. Liəstəfhim, linəstəfhim. İndi keçid alırıq tərcüməyə. Birinci modeldən 6-cı modelə qədər li ilə olan biz dedik istəfhəmə, mazidə istəfhəmə anlamağa çalışmaq ya da anlamağa çalışdı. Lakin əmr feilində bayaq oxuduğumuz və burada gördüyümüz 1-dən 6-ya qədər liyəstəfhim, liyəstəfhimə, 6-ya qədər olan tərcüməmiz isə budur. Qoy anlamağa çalışsın. 1, yəni biz bilirik ki, 1-dən 3-ə qədər kişi cinsidir. O, yəni qaybda olan. İkinci, qoy o ikisi anlamağa çalışsın, yəni o iki kişi. Üçüncü, qoy onlar, o kişilər anlamağa çalışsın. 4, 5, 6 qadına aiddir. 4, qoy o qadın anlamağa çalışsın. 5, qoy o iki qadın, yaxud o ikisi, yəni o qadın, o iki qadın anlamağa çalışsın. 6, qoy onlar, qadınlar anlamağa çalışsın. Yaxud da qoy soruşsun, qoy o ikisi soruşsun, qoy onlar soruşsunlar. Kişi cinsi 1-dən 3-ə, 4-dən 5-ə də qadın cinsidir. Lakin 7-dən 14-ə tərcüməmiz budur. 7. Sən bir kişi anlamağa çalış. 8. Siz iki kişi anlamağa çalışın. 9. Siz kişilər anlamağa çalışın. 10-cu. Sən bir qadın anlamağa çalış. 11. Siz iki qadın anlamağa çalışın. 12. Siz qadınlar anlamağa çalışın. 13. Mən qoy anlamağa çalışım. 14. Gəlin anlamağa çalışaq. Bunu soruşun da deyə bilərik. Sən soruş. Siz iki kişi soruşun. Siz kişilər soruşun. Sən soruşmağa çalış ya da soruş. Ya da soruşmağa çalışsın çünki olmur. Ona görə sən soruş. Siz iki qadın soruşun. Siz qadınlar soruşun. Soruşmağa çalışın da bəlkə də demək olar. Mən qoy soruşum. Gəlin biz soruşaq. Bu formada olacaq inşallah. Keçid alırıq digər feilimizə.Ğafəra, yəni bağışladı yaxud bağışlamaq. Məstər kimi götürsək bağışlamaq, feil kimi götürsək bağışladı. Birinci kəsrəli ləmlə gəlir. Qoy bağışlanma diləsin.
yaxud qoy bağışlanma istəsin də deyə bilər, amma bağışlanmasa diləsin daha düz olduğuna görə belə qeyd olunub. Liyestağfir, liyestağfira, liyestağfiru, litestağfir, litestağfira, liyestağfirnə. Tərcüməsi isə belədir. Qoy bağışlanma diləsin o kişi, qoy ikisi bağışlanma diləsin iki kişi, qoy onlar kişilər bağışlanma diləsin. Dördüncü, qoy bağışlanma diləsin o qadın, qoy o iki qadın bağışlanma diləsin. Altıncı, qoy onlar qadınlar bağışlanma diləsin. 7-dən 14-ə isə istağfir, istağfira, istağfiru, istağfiri, istağfira, istağfirnə, liəstağfir, linəstağfir. Və tərcümə isə belədir. Sən kişi bağışlanma dilə, siz iki kişi bağışlanma diləyin, siz kişilər bağışlanma diləyin. 10-cu bağışlanma diləsən qadın. 11 siz iki qadın bağışlanma diləyin. 12 siz qadınlar bağışlanma diləyin. 13 mən qoy bağışlanma diləyim. 14 gəlin bağışlanma diləyək. Digər feilimiz alimə, yəni bilmək yaxud da bildi. Ləmlə gələn qoy öyrənmə çalışsın. Birinci feilimiz tərcüməsi budur. Liyestəalim, liyestəalimə, liyestəalimu, litəstəalim, litəstəalimə, liyestəalimnə. Tərcüməsi isə qoy öyrənməyə çalışsın o kişi, qoy onlar ikisi, yəni o iki kişi öyrənməyə çalışsın. Qoy onlar kişilər öyrənməyə çalışsın. 4-cü, qoy öyrənməyə çalışsın o qadın. 5, qoy onlar iki qadın öyrənməyə çalışsın. 6, qoy onlar qadınlar öyrənməyə çalışsın. 7-dən 14-ə isə istəalim, istəalimə, istəalimu, istəalimi, istəalimə, istəalimnə, liəstəalim, linəstəalim. Və tərcüməsi isə 7-ci modelimiz. Sən kişi öyrənməyə çalış, siz iki kişi öyrənməyə çalışın, siz kişilər öyrənməyə çalışın. 10-cu. Sən qadın öyrənməyə çalış, siz iki qadın öyrənməyə çalışın. Siz qadınlar öyrənməyə çalışın. 13-cü. Mən qoy öyrənməyə çalışım. 14 gəlin öyrənməyə çalışaq. Xaraca feili, yəni çıxmaq yaxud çıxdı. Xaric oldu. Qoy çıxarmağa çalışsın. Birinci modelimiz liyestəxric. Qoy çıxarmağa çalışsın. Liyestəxric, liyestəxricə, liyestəxricu, litəstəxric, litəstəxricə, liyestəxricnə. Tərcüməsi 1. Qoy o kişi çıxarmağa çalışsın. 2. Qoy onlar iki kişi çıxarmağa çalışsın. 3-cü, qoy onlar, yəni kişilər cəm halda çıxarmağa çalışsın. 4. Qoy o qadın çıxarmağa çalışsın. 5. Qoy onlar iki qadın, yəni çıxarmağa çalışsın. 6-cı, qoy onlar, yəni qadınlar çıxarmağa çalışsın. 7-cidən 14-ə isə İstəxric, istəxricə, istəxricu, istəxrici, istəxricə, istəxricnə, liəstəxric, linəstəxric. Tərcüməsi isə 7. Çıxarmağa çalış sən kişi. 8. Siz iki kişi çıxarmağa çalışın. 9. Siz kişilər çıxarmağa çalışın. 10. Sən qadın çıxarmağa çalış. 11. Siz iki qadın çıxarmağa çalışın. 12. Siz qadınlar çıxarmağa çalışın. 13. Mən qoy çıxarmağa çalışım. 14. Gəlin çıxarmağa çalışaq. Yəni az feil deyil. Səhv eləmirəmsə 3-4 ya da 5 feil qeyd etdik. Ümid edirik ki, bu dərs daha anlayışlı, daha asan formada sizin üçün oldu. Allah amanda qalın. Allah zehinlərinizi açıq etsin. Sağ olun.